Bismillahirrahmanirrahim. Hər bir insanda bəzi şəraitlər olduğunda Allahın qanunlarını icra etmək şərəfinə nail olur. Belə bir şəxsə mükəlləf deyilir. Yəni Allah tərəfindən olan qanunları icra etməkdə vəzifəli olan şəxs. Həmin şəraitlər bundan ibarətdir. Birincisi ağıl. Əqli qüsuru olanların şəri vəzifələri yoxdur və boyunlarında təklif yoxdur. İkinci qüdrətdir. Ümumi şərtlərdən olan bu sadaladıqlarımız qüdrət bundan ibarətdir ki, insanın şəri məsələləri yerinə yetirməkdə bacarığı olsun və bir adam əgər çarəsiz olsa, qüdrəti olmasa, onun təklifi yoxdur. Üçüncü məsələ ixtiyardır. Bir insan məcbur edilsə nəyəsə, onun da boynunda təklifi yoxdur və dördüncü önəmli məsələ şəriətin təqdim etdiyi həddi buluğ və o yaş həddidir. Bu hicri qəməri tarixi ilə oğlanlarda 15 yaş, qızlarda isə 9 yaşdır. Hicri qəməri tarixi ilə miladi tarixi arasında il ərzində 11 gün fərq olduğu üçün oğlanlarda bu yaş eləyir 14 yaş, 6 ay 22 gün, qızlarda isə 8 yaş, 9 ay 20 gün. Bu şərtlər olduğu təqdirdə insan mükəlləf sayılır və Allah tərəfindən olan qanunları, vacibləri, haramları riayət etməkdə vəzifəlidir. Allah inşallah bizi şəri məsələlərimizi dəqiq öyrənib əməl edənlərdən qərar versin.